Və bugünkü buraxılışımızın iki maraqlı qonağı var. Kaspik Kids'in ikinci uşaq mahnısı olan Damcı Damcını ifa edən bax bu gözəl, şirin şəkər qızlarımızdır. Damcı, 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 gölden düşür damlalar. Damcı, 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 yağmur yenə yağışlar. Özünüzü təqdim edə bilərsiniz? Ben. Mənim adım İradədir. İradə Əliyava Cəfər qızı. Mənim adım İncidir. Süleymanzadə İnci Fərid qızı. Sizin dostlarınız sizin səsinizi tanıyır. Mahnı gələndə deyirlər, İnci, İradə bu sizin səsinizdir. Mən. Böyüyəndə siz kim olmaq istəyirsiniz? Mən baş həkimi. Baş həkimi. Səncə baş həkimi nə edir? Nəyinə məşğul olur? Baş həkimin axırıncıda bir dənə şey geyinir, papaq taxır. Onun başı incidən də masaj edir. Aha, sən masaj eləyib sağaldacaqsan. Kimin başı ağrısa. Düzdür? Afərin sənə. Bəs sən kim olacaqsan İradə? Mən rəssam. Rəssamlar nə edir səncə? Rəsm çəkir. Bəs mahnıda söhbət nədən gedirdi? Siz nə haqqda oxumusunuz o mahnıda? Damcı. Damcı. Damcı nə vaxt baş verir? Damcı necə olur sizcə? Yəni göydə yağış yağır. Göydən yağış yağır. Bəs yağış yağanda yağışın altında gəzmək olar? Nə götürürük biz? Zontik. Çətir götürürük. Bəs başqa dostlarınız var bağçada? Bəli. Buradan onlara nə demək istərdiniz dostlarınıza? Salam. Salam göndərirsiniz. Bir salam göndərək. Bəs sonda siz bizim üçün o mahnıdan balaca bir hissəni oxuya bilərsiniz canlı-canlı. Bəli. Buyurun, biz sizi dinləyirik. Göydə yenə buludlar, yağmancana dolublar. Yağış yağacaq indi, tez açın çətirləri. Çox sağ olun ki, bugün bura gəldiniz, bizlə söhbət elədiniz və biz sizi tanıdıq. Çox sağ olun. Uğurlar sizə. Sağ olun. Sağ olun.